9 fevralda Bakıda AXC hökuməti İtaliya arasında bəxt edib müqavilə bağlandı. Demək İtaliya Paris konferansının qərarına görə İngilislər Thomson getməli idi. Onu İtaliya hökuməti əvəz etməli idi. Yəni İtaliyaya Cənub Qafqaz Azərbaycan üzərində nətər deyirlər? Mandat hüququ demək olar ki İtaliyaya verildi. Amma İtaliya İngilislər qədər güclü deyildi. Ona görə AXC istəmirdi ki belə bir gərgin mürəkkəb şəraitdə Sovet Rusiyasının Denikin'in dişini Cənub Qafqaza qıcadığı bir vaxtda İngilislərin getməsini heç cür qəbul istəmirdi. Amma hər şey Parisdən idarə olunurdu. İndi qulaq asın. 20 mart ayında 10 AXC ilə Qacarlar arasında dostluq haqqında müqavilə bağlandı. Sonra biri var sülh və dostluq müqaviləsi. O 4 iyunda sizlə keçmişik. 4 iyun. AXC ilə Baxtumdə Osmanlılar arasında sülh və dostluq müqaviləsidir. Onun 4-cü maddəsinə görə Osmanlı hökuməti lazım gəlir ki, AXC-yə hərbi yardım etməlidir. İndi qulaq asın. Amma biri də var ki, dostluq müqaviləsi. Bu dostluq müqaviləsi Qacarlarladır. 20-ci il martın 20-də. Bundan sonra Qacarlar AXC-ni tanıdı. Tehranda AXC-nin səfirliyi, Təbrizdə isə nə yaradıldı? Konsulluğu. İndi bir şey də sizə xatırladım. Müasir Azərbaycan Respublikasında Təbrizdə konsulluğu 2004-cü ildə açılır. Bir inteqrasiya. Müstəqil Azərbaycan indiki Respublikanın AXC Respublikası arasındakı bir inteqrasiyayı da burada müəyyən eləmiş olduq. Sonra Tehranda Azərbaycan səfirliyi, Təbrizdə baş konsul açıldı. İndi qulaq asın. Burada mühüm bir işlər var. Gəlin bunlara baxaq. 30 martda AXC-də yeni hökumət böhranı yarandı. Bu ikinci hökumət böhranı, birinci hökumət böhranı iyun böhranı idi. Deməli, Rüstbəyli 5-ci hökumət kabineti istifaya getdi. Onun üçün bayaqları mən sizə dedim ki, 6-cı hökuməti qurmaq, 6-cı hökuməti formalaşdırmaq aprelin 1-də Məmməd Həsən Hacınskiyə tapşırıldı. O vaxtı ilə 1-ci hökumət kabinetində Məmməd Həsən Hacınski Xarici İşlər Naziri olan. O da 1 apreldən 1920-ci ildə 22 aprelə qədər nə qədər cəhd elədisə də 6-cı hökumət kabinetini formalaşdıra bilmədi. Səbəb hökumət böhranı idi. Başa düşdünüz, bax, bunu izahatını verdik. 6-cı hökumət Məmməd Həsən Hacınski 1 apreldən 22 aprelə qədər çalışsa da formalaşdıra bilmədi. Və AXC-də 5 hökumət kabineti fəaliyyət göstərir. Sonra 9-10-12 apreldə Şuşa yaxınında Şuşa döyüşü. Milli ordumuz Çeşid kəndini azad etdi ermənilərdən. Sonra 22 aprel Hacınski dedim 6-cı hökuməti yaratmaqdan imtina etdi. Yarada bilmədi də, bacarmadı. Sosialistlər, deməli, kommunistlər, hamısının bu vaxt Komünist Partiyasında Rusiyanın maliyyə vəsaiti ilə sapı özümüzdən olan 5-ci kolon formalaşdı. Komünist Partiyası, AKP, 1920-ci il fevralda AKP, Azərbaycan Komünist Partiyası. Sonra bunun ortasında B da yazdılar. Azərbaycan Komünist Bolşevik Partiyası. Deməli, bunun arasında, Komünist Partiya arasında bir Bolşevik sözü də yazıldı. Sonra 28 apreldə AXC süqut eləmiş oldu. İndi sizin